Starbucks'ın o məşhur mozaik keksi. Gəlin hazırlayaq. Hər dəfə Starbucks'a yolumuz düşəndə mənim də, qızlarımın da gözü bu mozaik keksi axtarır. Düşündüm ki, bəs Starbucks'ın qəhvələrini evdə hazırlaya biliriksə, elə yanına mozaik keks də hazırlaya bilərik. Niyə də yox? Evdə hər kəsin əlinin altında olan məhsullardan əmələ gəlir. Axtardım, araşdırdım. İnternetdə ən çox pozitiv rəy alan və hazırlayan hər kəsdə mükəmməl alınan həmin o resepti tapdım. Siz də resepti saxlayın, çünki həm özünüz, həm uşaqlarınız çox bəyənəcək. Resepti postun altında ətraflı şəkildə mütləq qoyacağım. Klassik keks reseptlərindən burada əsas fərq həm kərə yağının, həm bitki yağının işlədilməsidir, həm də xəmirin konsistensiyası gördüyünüz kimi kifayət qədər qatıdır. Elə məhz bu səbəbdəndir ki, keks çox qəşəng şişir və hazırlayan hər kəsdə mükəmməl alınır. Dadı ilə yanaşı teksturası da eynən Starbucks'dakı kimi alınır. Həm yumşaq, həm dolğun və doyumlu. Klassik reseptdə olmasa da mən üzərində belə dəliklər açıb biraz duru şokoladlı glazur tökdüm ki, həm içinə getsin, həm də üzəri şokoladlı olsun. Belə uşaqlarım daha çox sevir. Resepti saxlayın və bir dəfə mütləq sınayın. Əminəm çox bəyənəcəksiniz.